Salam, hər vaxtın xeyir olsun, əziz tamaşaçılar və dəyərli izləyicilərimiz. Hər birinizi Kisal İnternet Televiziyasının efirindən salamlayıram. Bizimlə siyasi baxış verişini izləyirsiniz. Əziz tamaşaçılar, mövzumuzu və aktual suallarımızı studiyamızın qonağı ilə müzakirə edib cavablandıracaq qonağımız Milli Məclisin deputatı Azər Allahverənovdur. Xoş gəlmisiniz Azər müəllim, xoş gördünüz. Dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirik. Azər müəllim, bildiyimiz kimi aktual olan məsələlərdən biri də artıq 4 ildir ki, məhz Rusiya-Ukrayna müharibəsi, həmçinin İran, Amerika Birləşmiş Ştatları, İsrail müharibəsi fonunda məhz Azərbaycan sabitlik adası kimi öz statusundadır. Ümumiyyətlə, Azərbaycan bu təhlükəsizlik, sabitlik kimi sərgilədiyi statusu digər dövlətlər üçün necə nümunədir? Bu barədə fikrinizi öyrənmək istərdik. Buyurun. Müstəmin xanım, məsələ bundadır ki, təbii ki, Azərbaycanın sərgilədiyi bu yanaşma tək Azərbaycan və ya Cənubi Qafqaz bölgəsi üçün burada sabitlik adasının yaradılması ilə bağlı deyil. Bu Avrasiya qitəsində bugün çox mühüm əhəmiyyətə malik olan geostrateji bir mahiyyətə malik olan bir sıra layihələr var ki, o layihələrin uğurlu şəkildə həyata keçirilməsi bilavasitə həmin layihələrin icra olunduğu ərazilərdə təhlükəsizlik tədbirlərinin görülməsi, sabitliyin yaradılması baxımından mümkün ola bilər. Yəni, effektivlik bilavasitə bundan asılıdır. Misal üçün, Azərbaycana biz baxdıqda və bir qədər də geniş arealı götürdükdə, Cənubi Qafqaz bölgəsini götürdükdə, Cənubi Qafqaz bölgəsi nə üçün biz bugün deyirik sabitlik adasıdır? Birincisi, Ermənistan separatçılığa, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulmuş oldu. Azərbaycanın ərazisində separatçılığın kökü kəsildi və nəticə etibarilə o destruktiv amillər ki var, hansı ki bölgədə ictimai-siyasi ümumiyyəti hər zaman gərgin bir vəziyyətdə saxlayırdı və yeni münaqişələr üçün şərait yaratmış olursa, həmin amillər aradan qalxmış oldu Azərbaycanın bu cürə yanaşması ilə. İndi artıq Ermənistanda müəyyən dairələr, hansılar ki müəyyən o revanşist əhval-ruhiyyədə olsalar da belə, onlar çalışırlar əhali arasında hansısa bir iş yaparsan, amma Ermənistanın siyasi hakimiyyəti o həmin dairələrə təzyiq göstərir. Bildiyiniz kimi həbslər, yoxlamalar və digər məsələlər də var ki, yəni ki, Ermənistan cəmiyyətində bu kimi əhval-ruhiyyə son qoymaqla yanaşı, eyni zamanda Ermənistanın özünün növbəti o uçuruma yuvarlanmasının qarşısının alınması məqsədi ilə yəni bu kimi yanaşmalıdır. Uçuruma yuvarlanması nə deməkdir? Bu yeni münaqişələr üçün yeni bir əsasların yaradılması deməkdir, şübhəsiz. Baxın, Azərbaycan yaratdığı siyasi reallıq vasitəsilə Ermənistana bu şəkildə göstərdiyi o siyasi təzyiq nəticəsində Ermənistanın suveren ölkə kimi özünü biruzə verməsi üçün çox əlverişli bir şərait yaradır. Yəni, Azərbaycan tərəfi Ermənistana deyir ki, suveren olmaq istəyirsənsə, sən buna son qoymalısan və Azərbaycanın yaratdığı bu siyasi reallıqdan sən də bəhrələnməlisən. Həmin o inteqrasiya layihələri vasitəsilə, həmin o kommunikasiyaların açılması vasitəsilə, həmin o Zəngəzur dəhlizinin işə salınması ilə bağlı. Çünki bu, faktiki olaraq ölkəni həqiqətən də suveren ölkə kimi özünün beynəlxalq münasibətlərə tanınılması üçün bir əlverişli bir şəraitdir, bir imkandır ki, Ermənistanın siyasi hakimiyyəti bunu düzgün dəyərləndirməlidir. Erməni xalqı da bunu belə qəbul eləməlidir. Azərbaycan faktiki olaraq həm bir tərəfdən Gürcüstan üçün o şəraiti yaratmış oldu. Bakı, Tiflisi, Qars, Bakı, Tiflisi, Ərzurum, sonra Bakı, Tiflisi, Ceyhan layihələri vasitəsilə bu həmin nəqliyyat vasitələrdir, həm də enerji layihələridir. İndi baxın, Azərbaycan həmin o Cənubi Qafqaz bölgəsində o təhlükəsizlik çətirini qurmaqla, yəni yeni bir reallıq yaradır. Yeni reallıq əsasında da Avrasiya qitəsini əlaqələndirən layihələrin təhlükəsiz şəkildə idarə olması üçün əlverişli bir şərait qurmuş olur. Bugün artıq Azərbaycan üzərindən, o cümlədən Gürcüstanın iştirakindən, yəni bildiyiniz kimi 5 milyona qədər ton yüklərin daşıması şərqdən qərbə doğru baş verməkdədir. Bugün artıq Azərbaycan çox uğurlu şəkildə nəqliyyat dəhlizlərini idarə etməklə yanaşı, eyni zamanda enerji layihələrinə də imza atmış olur. Bugün artıq Azərbaycandan ixrac olunan təbii qazın hesabına dünyanın 16 ölkəsi bundan maksimum bəhrələnməkdədir. Yəni, Cənab Prezidentin sonuncu çıxışına diqqət yetirsəz, məsələn, Gürcüstanda baş nazirlə birgə görüşün nəticəsi zamanı dilə gətirilən biz fikirlərə diqqət yetirsək, görərik ki, artıq Azərbaycanın bu kimi fəaliyyəti həm də Avropanın, o cümlədən də Avropanın ən azından Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında çox böyük bir rola malik olduğunu görmüş oluruq. Bəs ümumiyyətlə Azərbaycanın 44 günlük ildırım sürətli zəfəri ümumiyyətlə digər ölkələrə hərbi potensial cəhətdən, ordu quruculuğu cəhətdən hansı bir siyasi mesajlar verə bilər? Deməli, bax bu kontekstdə qeyd etdiyimiz kimi, yəni separatçılığa son qoymaqla, inteqrasiya layihələrinin uğurlu şəkildə həyata keçirilməsi üçün, onun üçün təhlükəsizlik mühitinin yaradılması nöqteyi nəzərindən Azərbaycanın həyata keçirdiyi kompleks tədbirlər eyni zamanda Müdafiə Naziri sistemi, ordu quruculuğu və digər məsələlər vasitəsilə uğurlu şəkildə reallaşa biləcək bir yanaşmadır. Çünki bu olmadan, təbii ki, bu olmadan, misal üçün, əgər biz təhlükəsizlik sisteminin effektiv şəkildə idarə olunmasından danışırsa, burada güc strukturlarının, burada kəşfiyyat orqanlarının, burada xüsusi xidmət orqanlarının özlə əlaqələndirilmiş şəkildə öz fəaliyyətinin sərgilənməsini tələb edən bir yanaşmadır. Və biz də hətta biz bilirik ki, misal üçün, Azərbaycan həm Orta Asiyada bildiyiniz kimi Məşvərət Şurasının üzvü, yəni o C6-nın artıq bir üzvüdür. Digər tərəfdən də Azərbaycan Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin əsas o lokomotiv dövlətlərindən biridir, yəni Türkiyə ilə yanaşı və D8-də üzvüdür. Azərbaycan artıq bir neçə platformalarda öz fəaliyyətini qurmaqla yanaşı, eyni zamanda həmin platformaları yaratmaqla, inkişaf etdirməklə, həm də bu platformaların o təhlükəsizlik mühitinin qurulmasında imkanlarından maksimum istifadə etməyə çağırışların etdiyini də biz görürük. Amma zaman-zaman, misal üçün, Türk Dövlətləri Təşkilatının silahlı qüvvələrinin birgə təlimlərinin keçirilməsi, sonra xüsusi xidmət orqanlarının birgə əlaqələnmiş şəkildə fəaliyyətinin həyata keçirilməsi və bununla da bağlı Azərbaycan tərəfinin zaman-zaman çağırış etməsi ki, bugün təhdidlər var və təhdidlər dünyanın müxtəlif bölgələrində bu və digər özünü bürüzə verməkdədir və bildiyiniz kimi həmin o təhdidlər sonraki mərhələdə də o münaqişələrə yol açmış olur və misal üçün biz bilirik ki, bizə qonşu olan bölgələrdə də baxmayaraq ki, münaqişələr və müharibələr və eyni zamanda da ikinci və üçüncü dərəcəli tərəflərin bu prosesdə iştirakı var və misal üçün heç uzağa getməyək. Misal üçün Azərbaycan üzərindən keçən orta dəhliz var və bu orta dəhlizin effektiv işləməsi eyni zamanda onun təhlükəsizliyinin təmin olunması üzərindən baş verə biləcək bir prosesdir. Gəlin baxaq görək şimal nəqliyyat dəhlizi hansı ki Rusiya ərazisindən keçir. İndi Skandinaviya ölkələri istiqamətində Ukrayna ilə bağlı olan yollar dayanıbdır və ya şimal qaz axını layihəsinə baxaq. Bildiyiniz kimi orada zaman-zaman yenə də müəyyən işlərin həyata keçirildiyini biz görmüş oluruq. Şimal qaz deməli axını ilə bağlı o xətlərin partladılması və digər məsələlər, boruların partladılmasını biz görmüş oluruq. Norveç dənizində digər proseslər baş verir və ya götürək şimal nəqliyyat dəhlizi. Misal üçün Qırmızı dənizdə Husilərin bildiyiniz kimi internet kabellərinin dağıdılması və Qırmızı dəniz qismən də İran körfəzi və digər Ərəb körfəzində və ən azından biz aşağı-yuxarı müəyyən qüvvələrin gedən yüklər üzərindən baskıların edilməsi, o pirat hücumlar və digər məsələlər bu artıq onu göstərir ki, istər şimal nəqliyyat dəhlizi, istər cənub nəqliyyat dəhlizi heç də təhlükəsiz deyil. Hər zaman onlar təhlükələr altındadır və burada təbii ki, iqtisadi cəhətdən vaxt baxımından da ən sərfəlisi orta dəhlizdir. Mənfəət baxımından da yenə də ən sərfəlisi orta dəhlizdir. Amma burada ən də təhlükəsizlik amili var. Bu təhlükəsizlik amilinin də təmin olunması, ən müasir texnologiyaların tətbiq etmək şərti ilə uğurlu şəkildə idarə olunması orta dəhlizin özlüyündə bir növ həyati bir əhəmiyyətə malik olduğunu və kifayət qədər də geostrateji çəkiyə malik olduğunu bir daha göstərmiş olur. Azərbaycan, siz özünüz də Zəngəzur dəhlizi məsələsinə toxundunuz. Bildiyimiz kimi Zəngəzur dəhlizi məhz dövlətlərarası münasibətlərdə, əməkdaşlıqda bir körpü rol oynayır. Ümumiyyətlə, bəs iqtisadi imkanlar baxımından hansı yeni perspektivləri özündə ehtiva edə bilər? Ümumiyyətlə, Zəngəzur dəhlizi təbii ki, biz qeyd etdiyimiz kimi həmişə geostrateji əhəmiyyətə malik olan bir inteqrasiya layihəsidir və bu inteqrasiya layihəsi tək yüklərin daşınması və ya kommunikasiyaların çəkilməsini özündə ehtiva eləmir. Burada önəmli olan məsələ o layihənin həyata keçirilməsində iştirak edən dövlətlər arasında əlaqələndirmə işlərinin effektiv şəkildə qurulması və onların bir prosesə töhfə verməklə iştirakının təmin olunmasıdır. Məsəl üçün, Amerika Birləşmiş Ştatları Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçən
hissəsinə, həmin o hissə ilə bağlı hazırlıq işlərinin yerinə yetirilməsi üçün 145 milyon ABŞ dollar həcmində vəsaitin ayrılması elə belə baş verən bir prosesdir. Gələcəkdə də o Zəngəzur dəhlizinin açılması üçün aşağı-yuxarı ABŞ-ın bu prosesə investisiya edəcəyi məbləğ təqribən yarım milyard civarındadır. Yəni bu söhbət böyük məbləğlərdən gedir və böyük vəsaitdən gedir. Və bunun da müqabilində, bəli, artıq dünya nə qazanmış olur? Dünya yeni təchizat zəncirini qazanmış olur. Bu yeni təchizat zənciri tək yüklərin daşınması və ya müasir texnologiyaların istifadəsini nəzərdə tutmur. Həm də bu dəyərlər sisteminin müəyyən mənada çox uğurlu şəkildə bərqərar olmasına xidmət edən bir məsələdir. Hansı dəyərlər sisteminə söhbət gedir? Dünyanın mütərəqqi qüvvələri hər zaman mehriban qonşuluq siyasətinə və eyni zamanda qarşılıqlı fayda götürə biləcək prinsiplərə söykənən bir yanaşmanın sərgilənməsində maraqlıdır. Baxın, dünyada gedən proseslərlə müqayisədə Azərbaycan məhz o dövlətlərdəndir ki, birincisi kifayət qədər şəffaf, mehriban qonşuluq siyasətinə uyğun və eyni zamanda qarşılıqlı fayda verə biləcək və ən önəmli olan məsələ heç vaxt Azərbaycan öz milli maraqlarını kimisə milli maraqlarına zidd şəkildə qurmuş olmur. Azərbaycan milli maraqların qarşılıqlı şəkildə təmin olunması üçün əlverişli bir mühit yaradır. Əgər 30 il ərzində bizə işğalçı bir münasibət bəsləyən dövlətdə də belə, hətta sizin suveren olması üçün, sizin daha da güclü olmanız üçün, sizin maraqların effektiv təmin olunmanız üçün siz dövlət subyekti olaraq özünüzü nümayiş etdirməlisiniz. Bunun üçün də biz sizə bu şəraiti yaradırıq. Biz istəyirik sizi enerji asılılıqdan qurtarırıq. Azərbaycandan oraya neft, dizel, benzin ixrac olunur. Biz sizi tranzit təcrid prosesindən uzaqlaşdırırıq. Azərbaycan bütün kommunikasiyaları açır. Kritik məhsullar sizə göndərilir. Kritik məhsullar nədir? Kübrədir. Kritik məhsul nədir? Taxıldır. Eyni zamanda burada neft məhsullarıdır. Hansı ki, Qazaxıstandan, Rusiyadan, Azərbaycan üzərinə gedir. İndi baxın, dünyada belə bir nümunə göstərin ki, mənə 30 il bir dövlətin ərazisini işğal etmiş olsun, sonra torpağını işğaldan azad edən dövlət təzədən əlini uzatmış olsun həmin dövlətə və həmin dövlətin iqtisadiyyatını qalır. Belə nümunələr yoxdur. Və bunu Azərbaycan modeli kimi biz bugün dünyaya göstərməkdən çəkinməli deyilik. Dünyanın da mütərəqqi qüvvələri bu və digər formada bunu təbii ki, təqdir edir və dəstəkləyir. Biz bunu nə zaman görürük? Azərbaycanda keçirilən bütün mötəbər tədbirlərdə həmin dünyanın mütərəqqi qüvvələrini təmsil edən müxtəlif dövlətlər rəhbərləri gəlirlər, bunu açıq çəkislə deyirlər. Hətta Donald Trump deyir ki, cənab prezidentə sual verir ki, axı siz torpaqlarınızı işğaldan azad elədiniz və imkanı da çatırdı. Elə Ermənistan ərazisində də daxildir. Cənab prezident nə deyir? Deyir, bizə başqasının torpağına ehtiyac yoxdur. Bizim heç kəsin torpağında gözümüz yoxdur. Biz öz torpağımızı, suveren torpağımızı işğaldan azad etmiş olduq. Yəni bu ən gözəl bir nümunədir. Hətta indiki münaqişələr fonunda bu dünyaya verilən çox vacib bir mesajdır. Və belə misallar demək olar ki, dünya tarixində elə də çox deyil. Elə də çox deyil. Amma nümunə olaraq, bəli, bu çox mütərəqqi bir nümunədir. Bu Azərbaycan modelidir. Biz bu Azərbaycan modelini də təbliğ eləməkdə, təşviq etməkdən çəkinməli deyilik və yeri gəlmişkən biz də rus dilli segmentlə çox sıx təmasda işləyirik. Elə Ermənistanda da biz zaman-zaman görürük ki, bəzi blogerlər Azərbaycanın bu davranışını hətta bir nümunə olaraq öz cəmiyyətlərinə göstərirlər və deyirlər ki, biz onlardan öyrənməliyik, necə davranmaq lazımdır. Azərbaycan öz davranışı ilə bu əlverişli bir mühit yaradır. Bizim çünki biz suveren olaq. Yəni də bizi düşünürlər və eyni zamanda daha böyük kontekstdə baxdıqda sırf konseptoloji nöqteyi nəzərindən Böyük Qafqaz evinin fəlsəfəsinə uyğun olaraq bir münasibət Azərbaycan sərgiləmiş olur. Çünki biz Azərbaycanı tək Azərbaycan kimi yox, bütövlükdə Böyük Qafqaz evinin bir tərkib hissəsi görürük və dünyada düşünürəm ki, bax Azərbaycanın bu yanaşmasından və bu siyasətindən nəinki məmnundur, hətta müəyyən mənada öz dəstəyi ilə də bu prosesə öz töhfələrini göstərmiş olurlar və istənilən halda Azərbaycanın bununla bağlı çox böyük bir strateji bir xətti mövcuddur və bu yanaşmalar proyeksiya olunur artıq yeni layihələrə və biz zaman-zaman yeni layihələrin çox uğurlu şəkildə icrasını məhz Azərbaycanın iştirakı ilə görmüş olur. Yeri gəlmişik Gürcüstana sonuncu səfər cənab prezidentində bilavasitə Gürcüstanın geostrateji əhəmiyyətini artıra biləcək yeni layihələr ətrafında da müzakirələrin və ya ən azından bununla bağlı edilən
fikirlər, dilə gətirilən sözlər onu deməyə əsas verir ki, çox yaxın bir zamanda biz elə Gürcüstanın yenə də iştirakı ilə Azərbaycan üçün və bütövlükdə Avrasiya üçün mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirildiyinə, ən azından onun əsasının qoyulacağına biz şahidlik edəcəyik. Çox sağ olun Azər müəllim. Mərkəzi Bölgəsi üçün təşəkkür edirik. Sağ olun. Belə əziz tamaşaçılar və dəyərli izləyicilərimiz, bugünkü verilişimizin sonuna gəldik. Nəzərinizə çatdırmaq istərdim ki, studiyamızın bugünkü qonağı Milli Məclisin deputatı Azər Allahverənov idi. Gələn görüşlərə dək.